Amerikalı psix yoxsa Kapernaum? Təəccüblü bir şey deyim ki, mən Kapernaum filmini heç bəyənmirəm. Çünki düşünürəm ki, uşağı istismar eləyib. Bütün o şərqə aid olan stereotiplər, ay biz öldük, yaz bitdi, biz çox gerdə qalmışıq. Onu istifadə edirəm. Ona görə mən heç sevmirəm Kapernaumu. Ona görə Amerikalı psixlə davam eləyək. Amerikalı psix yoxsa işıq kimi xəyal etdiyimiz hər şey? İşıq kimi xəyal etdiyimiz hər şeylə davam eləyək. İşıq kimi xəyal etdiyimiz hər şey yoxsa Tony Erdman? İşıq kimi gördüyümüz hər şey daha yaxşı filmdir. İşıq kimi xəyal etdiyimiz hər şey yoxsa Zama? İşıq kimi xəyal etdiyimiz hər şey daha yaxşı filmdir. İşıq kimi xəyal etdiyimiz hər şey yoxsa alovlanan qadının portreti? Alovlanan qadının portreti. Alovlanan qadının portreti yoxsa bədən və ruh haqqında? Bədən və ruh haqqında yəqin ki, son 10 ildə çəkilmiş ən yaxşı sevgi filmlərinin üçündən biridir. Macar rejissor Ildiko Enyedi'nin filmidir. Möhtəşəm bir filmdir. Bədən və ruh haqqında. Bədən və ruh haqqında yoxsa Xoşbəxt Lazaro? Xoşbəxt Lazaro ilə davam eləyək. Xoşbəxt Lazaro yoxsa sən heç vaxt burada olmamısan? Xoşbəxt Lazaro daha yaxşı filmdir. Xoşbəxt Lazaro yoxsa Günəş kremi? Şəxsi seçmə qalsa, mən Günəş kremini daha çox sevirəm. Amma film olaraq biraz tərəddüddəyəm. Yaxşı olsun Günəş kremi. Günəş kremi yoxsa Dırmanma? Dırmanma məncə dünya kinosunun ən yaxşı müharibə filmlərindən biridir. Larisa Shepitko çəkib bu filmi. İnanılmaz bir filmdir. Yəni insan qorxaqlığını və cəsarətsizliyini çox gözəl təsvir eləyir. Dırmanma ilə davam edir. Dırmanma yoxsa uzun çəkən sağollaşma? Məncə Larisa Shepitkonun dırmanması daha yaxşıdır. Dırmanma yoxsa Ev qaradır? Mənə elə gəlir ki, Larisa Shepitkonun dırmanması daha yaxşıdır. Dırmanma yoxsa tərcümə çətinlikləri? Tərcümə çətinlikləri Sofia Coppola'nın şah əsəridir məncə. Tərcümə çətinlikləri. Tərcümə çətinlikləri yoxsa Janna Dilman? Feminizmin hələ bu qədər populyar olmadığı bir dövrdə feminist bir kino çəkmək həqiqətən də böyük bir ağıl gərəkdirir və Chantal Akerman bunu çox yaxşı bacarıb. Ona görə Janna Dilmandan davam edir. Janna Dilman yoxsa Margaritalar? Məncə Janna Dilman daha yaxşı filmdir. Janna Dilman yoxsa Piano? Pianoda ilk kan qazanan filmdir, qadın rejissor tərəfindən. İkisi də çox yaxşıdır və üstəlik Pianoda həm də müstəmləkəçiliyin tarixinə aid də vacib məqamlar var. Ona görə mən düşünürəm ki, Piano biraz daha yaxşıdır. Piano yoxsa Cleo 5-dən 7-yə? Burada biraz obyektivlikdən çıxıb demək istəyirəm ki, Cleo 5-dən 7-yə. Çünki mən Agnes Vardanı, fransız rejissoru çox sevirəm. Onun filmləri mənə çox yaxındır. Cleo 5-dən 7-yə də məncə kino tarixində bir ilk onluq yazsam mütləq ora Cleo 5-dən 7-yəni yazardım. Cleo 5-dən 7 yoxsa Gözəl iş? Gözəl iş Claire Denis'nin filmidir və kişilər haqqında bəlkə də bir qadın tərəfindən çəkilmiş ən yaxşı filmdir. Amma məncə Cleo 5-dən 7 daha yaxşıdır. Amma Claire Denis'i də həqiqətən təbrik eləmək lazımdır ki, kişiləri belə yaxşı tanıya bilibmiş. Mənim qadın rejissorların çəkdiyi filmlər var idi, dediklərim bunlar idi. Bu filmlərin bəzilərini çox da tanınmır, bilmir, amma buna baxmayaraq çox gözəl, dəyərli filmlərdir. Sizin də hər hansı bir əlavələriniz varsa, hansı filmləri unutmuşuqsa onları da yazın. Şərh verdiyim filmlər haqqında düşüncələrinizi mənimlə bölüşə bilərsiniz. Özünüzə yaxşı baxın, daim filmlə qalın.